Dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə səs vermədə mövqeyimi bildirəcəm. Yaxşı işlər də var, narahat edici məqamlar da. Büdcənin icrasında get-gedə şəffaflığın artırılmasını hiss edirəm və bu xoşdur. Son zamanlar maliyyə sahəsində də ciddi dəyişiklik anonsları oxuyuram və bu da xoş təsir bağışlayır. Büdcədə hər il artımlar görürük və istərdim ki, bu artımlar real iqtisadiyyatın real nəticələrinə söykənsin. Daxili məhsulların artması nəticəsində nail olunsun. Daxili istehsal olsun və bu sahəyə yatırımlar artsın. İstərdim ki, adam başına düşən məhsulun həcminə görə qonşu ölkələrdən geri qalmayaq. Növbəti büdcələrdə rəqabətli əmək haqları məsələsi həll edilsin və əmək haqları arasındakı ciddi fərqlər aradan qaldırılsın və bu sahədə qonşu ölkələrdən də geridə qalmayaq. Digər narahatlığım barədə təklifim var. Bu təklifi 2021-ci il 29 oktyabr tarixində də səsləndirmişəm. Təklif edirəm ki, parlamentdə müəyyən bir hökumət saatı müəyyənləşdirək və ayda bir dəfə bir hökumət üzvü suallarımızı cavablandırsın. Komitə iclaslarında, plenar iclaslarda hatırə danışmaq və canlı interaktiv sual-cavab etmək mümkün olmur. Suallar və narahatlıqlar da yığılıb qalır. Ayrı-ayrı hökumət üzvlərinə, nazirlik, agentlik, səhmdar cəmiyyətlər və sair dövlət rəhbər şəxslərə ciddi suallarımız yaranır. Bu məsələlərdə parlamentin rolu nəinki artırılmalı, həm də mütləq olmasına zərurət görürəm. Deputatın işi yalnız hazır gələn qanunları müzakirə etmək olmamalıdır. Qanunvericiliyin yaradılmasında yaxından iştirak etməliyik və mən etmək istəyirəm. Qanunlar gəlir və göndərən subyekt bəzən dəyişikliklərə qarşı olur. Bunu hiss edirəm, bu müqaviməti, bunu da yol verilməz kimi qəbul edirəm. Komitə iclaslarında, digər toplantılarda 15-20 deputat danışır, sual verir. Bəzi suallara bir neçə cümlə ilə argumentsiz cavablar verilir, çox suallar cavabsız qalır. Aidiyyatı vəzifəli şəxslə qovluğunu götürüb gedir. Elə bil notariusa təsdiqə gəlmişdir. Kim düşünürsə ki, parlament notariusdur, ciddi yanlışlığa yol verir. Bu belə deyil. Onun üçün də bu cür yanaşmalarına düzəliş etsələr yaxşı olar. Təşəkkür edirəm, xanım sədr.